Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Salatu vesselamu ala Resulillahil emin ve aleyhi tahirin ve la'natullah ala a'daihim ecma'in. Minel an ila qiyam yevmiddin amma ba'd. Bugün cümə söhbətimiz belə alındı ki, həmin mövzunun davamını indi bir neçə dəqiqəlik inşallah sizin huzurunuzda olmağa çalışarıq Allahın izni ilə. Deməli, bizim mövzumuz zikr və qəflət idi, cümə mövzumuz. Və bu mövzu özü aktual və mühüm mövzudur. Və insanın həyatda ən yüksək halıdır zikr halı, ən aşağı halı isə qəflət halıdır. Agah insan o insandır ki, o daim zikr halındadır. Yəni zikr, yenə deyirəm, təkcə elə Allaha aid olan zikirləri, Allahın adlarını dillə demək deyil. Zikr son dərəcə ayıq-sayıq olmaqdır. Məsələn, peyğəmbərlər son dərəcə ayıq-sayıq idilər. Yəni, məsələn, Peyğəmbərin xüsusiyyətində qeyd olunur ki, o kitab və hikməti öyrədəndir. Yuallimuhumul kitabə vəl hikmətə. Kitab və hikməti öyrədəndir. Kitab və hikmət nə deməkdir? Kitab həmən bizim gördüyümüz, məsələn, Quran-ı Kərim kitabdır. Yəni, müəyyən məlumatlar, Peyğəmbərlər insanlara təlim eləyirlər. Amma hikmət nədir bəs? Bax, hikmət artıq Quranın yanında işlənmiş, tamamilə ayrı bir mənası olan, ayrı bir məfhumu olan bir dəyərdir. Hikmət yəni o məlumatın bütün layiqli yerlərini bilən və layiqli yerlərdə istifadə etməyi bacarmaqdır. Hikmət. Allah Teala Quran-ı Kərimdə buyurur ki, biz Loğmana hikmət vermişdik. Loğman hikmətli adam idi. Loğman öz əməlini, dediyini bilən adam idi. Yəni, kitab əgər məlumatdırsa, hikmət bu məlumatın yerlərini və istifadə qaydalarını bilməkdir. Ona görə təkcə sözü bilmək yox, sözün coğrafiyasını da bilmək Peyğəmbərlərin təlimlərinə daxildir. Yəni, Peyğəmbərlər həm sözü öyrədir, yəni kitabı öyrədir, həm də bu sözü harda, necə demək lazımdır, ya bu əməli harda, necə etmək lazımdır, o mövqeləri də öyrədirdi. Yəni, buna hikmət deyərlər. Məsələn, biz kimə deyirik ki, filan kəs hikmətli adamdır? Yəni, sözün yerini bilən adamdır, əməlinin yerini bilən adamdır. Ona görə Peyğəmbərlər zikr halındadır. Son dərəcə ayıq-sayıq idilər. Həm özləri o cür zikr halında idilər, həm də gəlmişlər ki, cəmiyyəti oyatsınlar, cəmiyyəti ayıq-sayıq etsinlər, kitab və hikməti öyrətsinlər cəmiyyətə. Bu mühüm məsələdir. Ona görə biz zikr deyəndə təkcə elə Allahu Ekber, Subhanallah, o gündəlik zikirlər ki deyirik, Estağfirullah Rabbi və Atubu ilə, La ilahe illallah, təkcə bunlar deyil. Bunlar mühümdür, bunlar olmalıdır. Yəni, heç kəs bunların mühümlüyünü və təsirini inkar edə bilməz. Bunlar mühümdür, amma bunlar müqəddimədir. Bunlar dillə olan zikirlərdir. Bu qəlbə çatmalı, ruha çatmalı və böyük ilham mənbəyi olmalıdır bu zikirlər. İnsan dünyasını bilməlidir, insan regionunu bilməlidir, insan öz həyatı və həyatın mənasını bilməlidir, axirətini tanımalıdır, əvvəlini bilməli, axırını bilməli. Bunlar hamısı zikrin növləridir. Kimdir zikr əhli, kimdir zikr eləyən insan, zakir insan kimdir? O da ki, bütün bunları bilir. Allah rəhmət eləsin o şəxsi ki, Həzrət Əmir buyurur. Allah rəhmət eləsin o şəxsi ki, o bilir hardan gəlib, hardadır və hara gedəcək. Bu üç sualın cavabını bilir və təkcə bilmək deyil. Yəni, sözün əsl mənasında öz vəzifəsini bilir. Anlayır ki, mən kiməm? Hardan gəlmişəm? Kim yaradıb? O yaradan nə istəyib məndən? Hara gedəcəyəm? Hədəfim nədir? Və buna zakir adam deyərlər. Bu şəxs, bəli, belə bir şəxs dünyanı tanımalı, dünyanı bilir və
şəraiti, coğrafi şəraiti bilir. Bütün proseslərdən baş çıxmalıdır. Möminin xislətlərindən biri də İmam Sadiq əleyhissalam buyurur ki, zamanını tanımaqdır. Nə deməkdir zamanını tanımaq? Zamanını tanımaq budurmu? Mən verirəm, 2026-cı ildir bu il, ayın filan günüdür. Yox, zamanı tanımaq bu deyil. Yəni, insan bilməlidir ki, hansı zamanda yaşayıram, bu zamanda nələr olur? Haqq kimdir, nahaq kimdir, dost kimdir, düşmən kimdir? Kim məni hara çəkmək istəyir, kim məni harada görmək istəyir, Allah məndən nə istəyir? Belə bir şəraitdə mən hansı addım atmalıyam ki, mən dünyama da xeyirli olsun, ətrafıma da xeyirli olsun, axirətimə də xeyirli olsun. Buna deyirlər zamanı tanımaq. O zikr əhli budur. Zakir insan budur. Din bunun üçün çalışır. Din gəlib ki, insan ayıq-sayıq etsin, oyaq etsin insanı. Bizim ki, düşmən kimdir? Düşmənini tanısın. Quran buyurur ki, şeytan, iblis sizin düşməninizdir. Siz də onu düşmən seçin. Onu düşmən bilin. Yəni, sözün əsl mənasında Allah Teala ki, hər dəfə sülhə, əminamanlığa, anlaşmağa, diyaloqa dəvət edib də. Amma bəzi yerlərdə var ki, orada diyaloqu, sülhü, anlaşmanı, sazişi heç vaxt qəbul etməyib. Bir də şeytan məsələsindədir. Şeytan sizin düşməninizdir. Siz də onu düşmən bilin. Düşmən bilsəniz, onda onun hilələrindən, onun məkirlərindən özünüzü amanda bilməzsiniz. Həzrəti Əmirül-Müminin buyurur ki, Allah Teala Həzrəti Musa Peyğəmbərə vəhy etdi ki, 4 nəsihət eləyirəm, onları yadda saxla. Biri budur ki, nə qədər ki, günahlarının bağışlandığını görməmsən, başqalarının evləri ilə məşğul olma. İkincisi budur ki, nə qədər ki, xəzinələrimin tükəndiyini görməmsən, ruzivə görə narahat olma. Üçüncüsü budur ki, nə qədər ki, hakimiyyətimin süqutunu görməmsən, məndən başqasına ümid etmə. Dördüncüsü budur ki, nə qədər ki, şeytanın öldüyünü görməmsən, özünü onun məkrindən amanda bilmə. Bu mühümdür. İnsan ayıq olmalıdır ki, düşmənini tanısın və düşmənin hilələrini də bilsin. Düşmənin vəsvəsələrini bilsin, hilələrini bilsin. Məsələn, hətta dost ola bilər, amma düşmən dili ilə danışır. Hətta ən yaxın adamın belə, ən belə güvəndiyin insan belə ola bilsin ki, hansısa bir şeytani vəsvəsə etsin sənə. Bu ola bilər. İnsan bütün bu vəsvəsələri tanısın, bilsin. Bu mühüm, ali bir dərəcədir ki, əgər insan oraya çata bilsə, həqiqətən də xoşbəxt insandır, zakir insandır, ayıq-sayıq insandır. O heç zaman şeytanın zinətlərinə, hilələrinə, onun o bəzək-düzəklərinə aldanmır. Şeytan hər hansı bir formada təzahür edir. Gah düşmən formasında, gah dost formasında, gah dünya formasında, gah vəzifə, gah pul, gah hər hansı bir formada, o gah ləzzətlər formasında sənin qarşına çıxa bilər, səni cəlb eləyə bilər. Bunu tanımaq əsl mömin xislətidir. Din gəlib ki, böyük bir düşməndən səni agah etsin. O şeytandır. Din gəlib ki, deyir ki, heç vaxt şeytanı yaddan çıxarma. Şeytan, yəni insanın əksində dayanan, insana zidd olan bir qüvvədir. O istəyir ki, insan səcdə etməsin, istəyir ki, insan ibadət etməsin, istəyir insan xoşbəxt olmasın. Hətta istəyir insan sevincli olmasın. Qəm-kədər gətirir şeytan, qüssələndirir insanı. Quranda da var. Deyir ki, şeytanın hilələrindən biri də budur ki, möminləri istəyir hüzünləndirsin, kədərləndirsin. Şeytan hilələrindən biri odur. Kədər verir insana. Cürbəcür pis-pis hadisələri yadva sala bilər və yaxud sənin hal-hazırki durumu sənin gözündə elə bir bədbəxtlik nümunəsi kimi göstərə bilər ki, sən hüzünlənəsən, kədərlənəsən. Amma əslində isə
çox xoşbəxt insansan. Yəni bax bir Allah sən nələr verib, nələr edir sənin üçün. Amma şeytan isə həmişə gəlir insanı neqativlərə fokuslayır. Həmişə insanın yadına onları salır. Hətta məsələn də indi sən görürsən ki, əlimdə olanla mən xoşbəxtəm. Amma şeytan gəlir daha yaxşılarına nail olmağa sənə aşılayır və əlində olanlar sənin gözündən düşür. Artıq zövq ala bilmirsən ondan. Bu əsl qəflətdir. Qəflətin yerlərindən biri də budur. İnsan əlində olan nemətlərin qədrini bilmir. İnsan əlində olanlardan zövq almır, əlində olanlardan ləzzət ala bilmir. İstəyir ki, böyük-böyük arzular aşılayır şeytan, uzun-uzadı arzular aşılayır, belə yüksək komfortlar falan var. Xəyalla aparır səni ora, gah ki sən orada yaşayırsan, gah ki sən yəni ani şəkildə neçə dəqiqəlik, neçə saniyəlik səni aparır, sən özünü orada görürsən. İndi reallığa qayıdırsan, görürsən ki, o deyil. O deyil, real vəziyyət ayrıdır, real həyat ayrıdır. Başlayırsan kədərlənməyə, qüssələnməyə. Və bu negativ bir hal alırsan, pis bir hal alırsan və bu pis hal bütün ətrafa da təsir eləyir. Hər kəsə təsir eləyir, mənfi təsir eləyir. Qəflətdən biri də odur. Bəzi şeylər var ki, biz anlamırıq. Məsələn, din nə üçün uzun-uzadı arzuları qadağan edir? Biz anlamırıq. Elə bir ki, nə olar ki, arzu da eləyirəm də, amma belə deyil. Bir var ki, məsələn, reallıqla səni ölçəsən, biçəsən, işin budur, imkanın budur və bu imkanı mən artıra bilərəm. Onun xəyalını qurursan, onun planını cızırsan, inkişaf etmək üçün bir düstur hazırlayırsan, o ayrıdır. Bu əladır. Amma bir də var ki, real olmayan uzun-uzadı arzular. Din nə üçün səni çəkindirir bundan? Çünki sən kədərlənəcəksən. Sən əlində olandan zövq almayacaqsan. Heç vaxt zövq almayacaqsan. Naşükürlük eləyərsən. Hal-hazır ki, nemətlə sən zövq almırsansa, Allahın verdiyinə şükür eləmir. Şükür nədir? Yəni, bir ləzzət alırsan, şükür eləyirsən. Sən şükür halında deyilsənsə, şükür təkcə dildə ilahi şükür olsun sənə, sən bunu bizə yetirmirsən demək deyil. Şükür olur ki, həqiqətən razısan bu nemətdən, Allahın verdiyi nemətdən razısan, qanisən, təşəkkür edirsən Allaha. Bu hal əldən getdisə, olursa naşükür. Uzun-uzadı arzular naşükürlük gətirir insan həyatına. Uzun-uzadı arzular əsəb gətirir, stres gətirir, depressiya gətirir. İstəyirsən ki, orada görəsən özünü, o komfortda yaşayasan, amma o komfort çata bilmirsən axı o komforta. Böyləliklə həmsə kədərli halında olursan. Və bu insanın həm düşüncəsinə, həm psixologiyasına da pis təsir eləyir və hətta insan depressiyada sala bilər. Bu şeytanın hilələridir. Ona görə din deyir ki, uzun-uzadı arzular etmə. Qəflətin ən böyük nümunələrindən biri budur ki, biz məsələn o günahın nəticələrini anlaya bilmirik. Günahın nəticələrini anlaya bilmirik. Məsələn, günahın nəticələri nədir? Günahın nəticəsi odur ki, bizi keyləşdirir. O əməliyyat eləyəndən də narkoz istifadə olunur, dərman verirlər, insan keyləşir, sonra orada əməliyyat eləyirlər, insan hiss etmir. Kəsiblər, doğrayıblar insanı, amma insan hiss etmir. Günah o cür insanı keyləşdirir. İnsan günah eləyir, amma hiss etmir. Bəzən, məsələn, onu da deyirlər də, insan bəzən bilə-bilə bunu eləyir. Bilir bu günahdır, bilir, məsələn, bu pis işdir filan, amma yenə də bunu bilə-bilə yenə gedir, onu eləyir. Bu nədir artıq? Bu nədir? Bu, odur ki, həmən bayaq dediyimiz kimi, günah keyləşdirib, sən görürsən, amma əl-ayağın bağlıdır. Zəncirləyib günah.
Günahın o mənfi təsirlərindən biri də budur ki, zəncirləyir insanın əl-ayağını. İnsan bilir, mən bunu eləməməliyəm, amma yenə eləyir. Çoxları bu sualı verir, çoxları bu sualla maraqlanır. Bu günahın təsiridir, günahın gətirdiyi o zəncirdir ki, kullu nəfsin bimə kəsəbət rahinə. Quran buyurur ki, hər bir kəs kəsb etdiyi günahlara görə girovdadır. Bizi girovlayıb, zəncirləyib, bağlayıb bizi gözlə görürük, amma heç bir müqavimət göstərə bilmirik, heç bir çəkinmirik o əməldən və gedirik o işi görürük. Əsl qəflətlərdən biri də budur. Quran-Kərim buyurur ki, o insanlar ki, yetim malını yeyir, onlar hal-hazırda qarınlarını odla doldururlar. Baxın, Quran demir, gələcəkdə bu od olacaq. Yox. Quran deyir ki, o kəslər ki, yetim malını yeyir, yəni zülmlə də, haqsızlıqla yetim malını yeyirlər, onlar öz qarınlarını odla doldururlar. O oddur yeyirlər. Amma günah qoymur ki, biz onu hiss eləyək. Şeyləşdirib də bizi. Amma əslində od parçasıdır, biz onu yeyirik. Quran-Kərim digər yerlərdə, məsələn, bir çox yerlərdə bu haqda danışıb. Biri də Bəqərə surəsinin 174-cü ayəsidir. Buyurur ki, o insanlar ki, Allahın kitabını gizlədirlər, yəni Allahın kitabında nazil olanları insanlara danışmırlar, o kitabdakı mətləbləri, dəyərləri, təlimləri insanlara öyrətmirlər və çox ucuz qiymətə onu satırlar. Ulaika ma ya'kuluna fi butunihim illan-nar. Onlar yalnız od yeyirlər. Baxın, onlar yalnız od yeyirlər. Yəni hal-hazırda bu baş verir. Yəni qiyamətdə od olacaq yox. Hal-hazırda həmən insanlar od yeyirlər, amma hiss etmirlər. Hiss olunmur bu. Günah keyləşdirib hiss eləmirik. Pəs qiyamətdə nə olacaq? Və la yukallimuhumullah yevməl qiyamə. Qiyamətdə də Allah onları danışdırmaz. Və la yuzekkihim. Onları paklamaz. Və ləhum azabun əlim. Və onlara o ağrılı əzab olacaq. Baxın, bunlar kimlər? Ulaikellezine işteravu'z-zalalete bil-huda vel-azabe bil-mağfirə. Onlar zəlaləti alıblar. Nəyin qarşılığında? Hidayətin qarşılığında. Yəni, yalan alırlar dürüstlüyün qarşılığında. Halalı verirlər, haramı götürürlər. Əzabı alırlar, hansı ki məğfirət ola bilərdi. Allah bağışlayacaqdı onların günahlarını, amma onlar isə məğfirəti uzaqlaşdırdılar, məğfirətdən ayrıldılar, əzabı götürdülər. Fəmə əsbarahum alən-nar. O da necə dözürlər, necə dözəcəklər. Bu əsl qəflətdir. Yəni, günahın gətirdiyi təsirlərdən biri də qəflətdir. Qəflət səbəb olur, insan günah eləyir. Günah da səbəb olur ki, bu qəflət dərinləşsin, insan o günahın təsirini, o acısını hiss eləməsin. Keyləşdirir də, insan keyləşir dahi heç nə hiss eləmirsən. Elə bilirsən ki, yaxşılıq eləyirəm, elə bilirsən ki, yaxşı haldayam. Bu günahın nəticəsidir və qəflətin nəticəsidir. Din gəlib ki, o qəfləti aparsın bizdən. Allah Teala inşallah bizi zakir, zikr əhlindən qərar versin. Allah Teala bizi qəflət yuxusundan oyatsın inşallah. Vəssalamu aleykum və rahmetullahi və barakatuhu.